Herkese bugün sizlerle belə bir həndəsə məsələsinin həlinə baxacaq. Deməli, verilib ABCD kvadrat. ABCD kvadrat burada D'ye, YS'ye bərabərdir. BH AY'ye perpendikulyardır. AB tərəfini verib 10. Bizdən soruşur HC-ni bu. Yox, bizdən soruşur. İndi bu məsələni həll etmək üçün BC tərəfinin uzantısı ilə AY tərəfinin uzantısını birləşdirir və burada bir K deyir. Üçbucaq ABK'ya baxsa, burada görürük ki YS bərabərdir. Deməli, kvadrat tərəfi 10'sa, deməli AB tərəfi 10'sa, deməli DC də 10'dur. DC 10'sa və DY də YS'ye bərabər olduğu üçün hər tərəfi üçün nə qədər 5. Yəni YS bərabərdir. AB bölünsün 2 bərabər neçə? 10 bölünsün 2, o da bərabər neçə? 5. Amma bu bərabər olur 5'ə. İndi yenidən BH üçbucaq BHK'ya baxsaq. Deməli BHK'ya baxsaq, burada görürük ki deməli bu orta xəttdir. Deməli EYC üçbucaq ABK'nın neydi? Orta xətt. Orta xəttidir. Orta xəttirsə, deməli bu neyini? BK tərəfini yarı bölür. Burada bərabər olur, orta xəttir. BC bərabərdir CK olur. BK bərabər CK'dırsa, deməli buradan 10 olur, burada bərabər olur 10. Onda BC bərabərdir, CK bərabər neçə olar? 10 olar. İndi biz yenidən BHK'ya baxsaq, üçbucaq BHK'dan HC tərəfi BK tərəfini yarı bölür. Üçbucaq BHK düzbucaqlı olduğundan, BKH yəni düzbucaqlı üçbucaq olduğundan, üçbucaq olduğundan. Deməli HC də BK hipotenuzunu yarı böldüyü üçün deməli HC nədir? Mediandır. Deməli düzbucaqlı üçbucaqda belə bir qayda var ki, düzbucaq təpəsindən çəkilən median hipotenuzu yarı bölür və hipotenuzun yarısına bərabərdir. Buna həm də möhtəşəm üçlü deyilir. Deməli düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzu yarı bölür və medianın özü də hipotenuzun yarısına bərabərdir. Deməli burada nə olur? HC bərabərdir BC, o da bərabər neçə olar? CK bərabər neçə olur? 10 olar. Deməli bizdən axtarılan bu HC tərəfini nə qədər oldu? Deməli oldu 10 santimetr.
Ha, bu qədər.